Nəyi gözləmək? Kebabçı nə qədər gözləyəcəm? Məşəl zad yandırmaqla deyil, yalandan. İşi düzgün aparmaq lazımdır. Deməli dostlar, başınızı çox ağrıtmayın. Bu kebabçı məni əsəbləşdirir. Nəyə görə? Deməli dostlar, bu bizim təzə setimizdir. Deməli quzu ətidir, bir dənə göstərir quzu. Quzu ətindən olan setdir və qiymətini axırda deyəcəm. Lakin düyü bu boyda olmayacaq. Düyü bundan çox olacaq. Səhvən az qoyublar. Bəlkə də simicli yeriblər, bilmirəm dəqiq. İndi araşdıracağam bunu məsələn. Demək nə aiddir dostlar? Yarım şiş göbələk, bir şiş quzu kebabı, kartof quyruqla yarım şiş, yarım postu güya ki. Bir ədəd pomidor közdə, bir ədəd badımcan içində quyruğu közdə. Soğan eti pulsuzdur, onu hesablamıram, yuxada pulsuzdur. Qiyməti cəmi 18 manat. İndi adına baxaq görək, əti necə ət qoyub bizə. Bismillah. Kimin meylinə güzel, gəlsin qonaq olsun. Dostlar, yolunuzu gözləyirik.